Doktor, şərhlərdə bir sualımız var, istəyərdim onu ünvanlayım sizə. Deyir ki, xəstəmiz, deyir, məndə ağız yarası var. Doktorum şübhələnib ki, bəs Behçet ola bilər məndə, Behçet xəstəliyi. Siz nə fikirləşirsiniz? Yəni, hər ağız yarası Behçet xəstəliyinə belə bir işarədirmi? Təbii deyil, amma mütləq təkrarlayan ildə ən az 3 dəfə və daha çox ağız yarası varsa, bu ağız yarası soyuq dəymədən sonra deyil, qızdırmadan sonra deyil, yəni normal halda ağız yarası ortaya çıxırsa, o zaman mütləq bir dəfədən olsa revmatoloq müayinəsində olmalıdır o xəstə. Amma əsasında xroniki stomatit çox yayğındır. Demək olar ki, bəzi toplumlarda 20%-ə qədər toplumda görülür. Hansı situasiyalarda əgər bir xəstənin ağız yarası varsa, Behçetdən şübhələnməlidir. Həmən ağız yarası ilə bərabər genital bölgədə yara varsa, bədəndə o akne dediyimiz folikulit, sivilcələr, biriçiklər varsa o insanın, eyni zamanda gözdə iltihab, göz iltihabı varsa ki, biz ona üveyit deyirik. Eyni zamanda aşağı dərin ven trombozu varsa, yəni hər bu bədənin hər hansı yerində vaskulit dediyimiz damar iltihabı varsa, oynaq iltihabı varsa, o zaman bu xəstənin Behçet ola biləcəyi ehtimalı biraz daha yüksəkdir. Amma bu qərarı həkimə versinlər, təkrarən ağız yarası varsa ki, ailələrində də varsa və ya nəslində hər hansı birində Behçet xəstəliyi ya da üveyit varsa, o xəstənin mütləq bir dəfə də olsun revmatoloq konsultasiyasında olub, onun Behçet olub olmadığını dəqiqləşdirməsi lazımdır. Aydındır.